Və buna görə də insan tövhid kəlməsini birinci mənasını bilməli və sonra onu gerçəkləşdirməli və həmçinin şirkdən, böyüyündən və kiçiyindən də çəkinməli və eyni zamanda riyadan, yəni gizli şirk, riyadan da çəkinməli və eyni zamanda riya, yəni insanlara eşitdirmək, bir var göstərmək mənası ilə etmək və bir də eşitdirmək üçün əməl etmək. Hər ikisindən də insan bundan çəkinməyə çalışmalıdır. Yəni sözsüz ki, bundan çəkinmək yəni heç də asan deyildir. Yəni riyadan, yəni bəzən insan deyə bilər ki, burada nə var ki? Yəni ola bilər insan, yəni böyük şirk deyilə pirlərə getməsin, digər o bildiyi zahiri əməllərdə, yəni böyük şirkdən uzaq olsun, amma gizli şirkdən yəni çəkinmək çox çətindir, çox ağırdır. Nəyə görə çətindir? Ona görə ki, bəşər nəfsinin dərinliyində əkilən bir xəstəlik var, tərif sevgisi. Yəni insan nə qədər əməli, yəni gizli etməsinə baxmayaraq, onu gizli saxlaya bilmir və onu danışır, başqasına danışır. Yəni elə çıxır ki, yəni Allah Teala'nın onu görməsi, bilməsi, eşitməsi kifayət eləmir. Özü kimi bir məxluqdan da nəsə gözləyir. Əgər insan əməlində riya olarsa, o əməl batil olur. Yəni riya hansı əməldə olarsa, o əməl batil edir. Və həmçinin İbn Qayyim rahimehullah deyir ki, yəsirur riya'i şirkun. Yəni riyanın azı, yüngülü şirkdir, yəni gizli şirkdir, kiçik şirkdir. Amma çox olarsa artıq münafiqlik olur. Yəni mömində də, müsəlmanda da bəzən ola bilər, gəlsin. Amma o ki qaldı insanın bütün əməllərini göstəriş üçün etməsi, bu mömində ola bilməz. Əgər bütün əməlləri insan göstəriş üçün edərsə, yəni artıq Allah qorusun insan münafiq olur.